pisdir. Salam dostlar. Yeni bir gəzi vlogundan hər kəsə salamlar. Bu dəfə ölkəmizin gözəl və maraqlı şəhərlərindən biri olan Şamaxıdayıq. Şamaxı haqqında təəssüratları necədir? Şamaxı haqqında hələ ki təzə gəlmişik Çuxuryurda səhər yeməyi yeməyə. Gələn kimi belə gözəl bir göl mənzərəsi ilə qarşılaşdıq. Adamın ürəyi açılır, yəni şəhərdən belə bir yerə gələndə. Yəni ümumiyyətlə Azərbaycanda da həqiqətən çox maraqlı gəlməli yerlər var. Bunlardan biri də Şamaxıdır. Yəni Şamaxıda ən görməli, gəzməli yerləri videoda sizə çəkib paylaşmağa çalışacağam. İnşallah. Təbii ki yeməkdən sonra. Gölün adını bilirsən? Yox, bilmirəm. Göl çox bulanıq bir göldür. Suyu sapsarıdır. Yəqin ki, yaxşı baxılmır. O nə deyirlər? Kateldir. Kater. Onu sürürlər deyə ona görə. Bu su benzinlə işləmir də. Bu göl çox çeşitlidir. Adını bilmirəm. O Çuxuryurddakı bir gölün adı nədir? Bəlkə də suyunu yaradıblar. Və yeməyimizi yeyəndən sonra təzədən yenə yola qoyulduq. Hara gedirik? Çuxuryurd gölü deyilən bir yer var burada. Əslində göllər çoxdur burada. Ən belə məşhuru Çuxuryurd gölüdür. Gedirik ora. Görüm nədir də, yəni balacadır, böyükdür. Veyzlər də çıxmır. Hapıtı gedirəm. Gedim görüm nətər tapdım. İnşallah ki soruşa gedib çıxa bilərik. Tapacam. Hava da Allahdan bu yaxşıdır. Mən hara gedirəmsə nəsə bir problem çıxır. Bayaq da Çuxuryurda gedən başqa bir yol var. Oradan yol uçurumlu, aşıb yol bağlıdır. Başqa yolla getməli oldu. Yəni yaxşı burada tufan qopmayıb da mən. Bura gəlmişəmsə nəsə olacaq. Hara yedirəm olsun bilin, baş mənə seçki gəlir. İnşallah günü sağ-salamat qurtarar. Çuxuryurd gölünə gəldik. Biraz elə bil şişirdiləndi. Biraz incə şişirdi bilə elə bil. Çuxuryurd gölünə gəlib çıxdıq. Biraz qurbağalar çoxdur, səslər çox gəlir. Amma belə göl olaraq yaxşıdır. Piknik falan eləmək üçün balıq falan tuturlar. Bayaqdan da bir dənə it arxamızda düşübdür. Cumacaq üstümüzə. Oradan da baxır. Ayan, cumsa mən qaçacam. Özün bilərsən. Yollar biraz keşməkeşlidir. Amma məcbur video xətrinə getməyə çalışacaq. Burada bir yüngül. Ayan zülümlə gəlir. Video material lazımdır. Sədəyib özüm yıxılacam axırda. Buralar çox. Vay. Özüm keçsəm, mən cəhənnəmə telefonda gedir. Gəl, yavaşca oradan ayağını qoy, sən Allah yıxılma. Burada xəstəxana falan eşinə, travmatoloq tapamayacam sən. Getdik. Yox, videonu söndürəmərəm, gəl. Nədənsə narazısan? Necə diyor, bəyəndin? Papatya yığım sən. Balaca adamı, təbiəti çox korlamaq istəmirəm. Bu tərəflərdə də var. Bir dənə verə bilərəm. Mən təbiəti, yaxşı 2 dənə səhətlə. Təbiəti qoruyuruq. Yəni sən yol boyu ancaq məni qorxuzursan ki, yəni dediyi söz ancaq budur, yol uçub, gələndə yol tapmayacaq gəlməyə. Çünki hara gedirəmsə başıma nəsə problem gəlir. Nəsə olur, ya müharibə olur, ya nəsə qasırğı olur. Yadınızdadır bir dəfə hansı yenilik idi? Axırıncı yenilik yox, o bir yenilikdə deyəsən, bundan əvvəlki yenilik. Gəncədə yolka uçmuşdu, yadınıza gəlir. Bütün sosial şəbəkələrdə var idi yolka. O mən
sabahı toy idi. Gəncədə qasırğa qopmuşdu. Yəni toyumun əvvəlində belə qasırğalı keçibdi. Yəni bu sənin ayağının ağırlığıdır. Mən nə edə bilərəm? Nəysə. Gəl yolun gözəlliyindən zövq alaq. Uşaqlar, xəbərlər pisdir. Xalq şəlaləsinə gedə bilmir. Yolu bağlanıb. Sel əmələ gəlib. Sel də demək olmaz. Elə belə çox deyil, amma yol pisdir. Bir 5 kilometr məsafə var, piyada gedəməyəcək. Maşınlar batıb qalıbdır. Bayaqdan 1 saat dəlləşirlər, oradan çıxardamırlar. Bizim də yolumuzu kəsib, çox güman ki, biz də gedə bilməyəcək. Yola başlayanda çox yüksək əhval-ruhiyyədə olsam da, indi əhval-ruhiyyəm biraz düşdü. Niyə? Çünki gedə bilmədik getmək istədiyimiz yerə. Yol uçurumdur. Daha doğrusu nəsə sel olub. Bütün maşınlar qayıtdı dala. Bir dənə Niva keçdi də. Niva, bir də 07. Demək ki, Sovet maşınları hələ də işləyir. Qalan hamı ilə biraz düşündü, fikirləşdi. Sonra hamı öz maşınına minib dala İşsiz qayıtdı. suda batdı, qayıtdı. Biz də batmamaq üçün heç cəhd eləmədən dala qayıdırıq. Nəysə, gedək. Hara gedirik indi? Bilmirəm, gedək görək hara gedirik. Modun düşdü deyəsən. Modum düşdü, hə. Çünki getmək istirdim. Ora çox təriflənir. Qəşəng mənzərəli bir yer olduğu deyilirdi. Gedib görmək istirdim bura qədər gəlmişkən. Təəssüf. Nəysə, getdik. Şamaxı rəsədxanasına gəldik. Şamaxı rəsədxanası əslində bura muzeydir. Bizə əsas maraqlı olan teleskop olandır. Əsas gördüyümüz günbəz olur həmişə televizor. İndi ora getməyə baxın, şəkildə gördüyünüz o günbəz odur. Ora getməyə çalışacaq. Burada da maraqlı yerlər var. Biraz adam çoxdur, bəyin göstərir. Müxtəlif asteroidlər var, yer kürəsinə düşən. Bir də gəlsin Şamaxıya düşüb. Bu üstünə oxudum. Yardımlı meteoriti, çəkisi 127 kilogram, dəmir, nikeli, kobalt. 24 noyabr 1959-cu ildə yer kürəsinə düşüb. Maraqlıdır və balaca şey 127 kilogram demək ki, burada çəki indeksi fərqlidir. Əsas rəsədxananın teleskopları buradadır. Deyəsən 4 dənədir. Ən böyüyü də o qabaqdakıdır deyəsən. İndi gediyor. Çox təəssüf ki, teleskopla baxa bilməyəcəyik. Dedi ki, axşam gəlsəydi saat 8-də Jupiter planetini görə Və Sirius ulduzunu. Sirius ulduzu və Jupiter. Gəlin, görək içəridə maraqlı nə var. Çox maraqlıdır. Buradan aya baxanda bu şülayın üstündə bütün altına baxır. Asfalt gibi görürsün, yamalar, daşırlar. Burada gözlə müqayisədə 3 min dəfə yaxından görülür. Burada 10 min dəfə, burada isə 30 min dəfə. Yerə də üstü açılır.
amazing. Çox qəşəngdir. Yəni buranın gecə görüntüsü çox gözəl olar. Və dostlar, günorta yeməyi ilə fasilə verəndən sonra indi hara gedirik? Çox maraqlı bir yerə gedirik. Amma adını unuttum. Nə adı? Alpaka. Alpaka ferması. Alpaka ferması. Səhv eləmirəmsə belə. Alpaka lama deməkdir, yoxsa alpaka başqa bir cinsdir? Alpaka başqa bir cins olur. Lamalara oxşayan heyvanlardır alpaka. Onların ferması var. Şamaxıda yerləşir. Gedirik ora. Girişi bir fərqlidir, nə? İndividual giriş 2 nəfərə 80 manatdır deyəsən. Ailəvi gələndə 50 manat olur. Nəsə elə bir şeydir. 3 cür giriş var, 3 növ giriş cürəsi var, belə deyim. 2 nəfər olanda individual sayılır. Onun qiyməti 80 manatdır. Sonra ailəvi var. Ailəvi 3-5 nəfər. 3-5 nəfər arası olmalıdır. Orada qiymət bir nəfər üçün 35 manatdır. Bir də qrup turu deyilən bir şey var. Orada da səhv eləmirəmsə 6-12 nəfər arası olmalıdır. Orada da bir nəfərin qiyməti 25 manatdır. Və bu qiymətə daxildir tur boyu sizə bir dənə bələdçi verirlər. Bələdçi, nə bilim, alpakalarla onları yedizdirmək, oynamaq, belə. Yəni bunlar daxildir. Nəysə, gedək baxaq gör necəyədir. Gedək. Gəldik, gözləyirik fermada. Burada saatlandır. Deyəsən bu alpakalar yaman kaprislidirlər. Çox adamı qoymurlar, alpakaların arası narahat olarlar. Bir saatdan birdir, indi növbəmiz gözləyir. Bir saatdan sonra bizim qrup gedəcək. Adam biri 40 manatdır. Məncə standartlardan bahadır, yəni. Düşünsə bir dənə alpakalardır, yəni. Düzü ferma kimi deyil, yəni daha doğrusu ferma kimidir, yəni zoopark kimi deyil, uzaqdan baxmırsan, yəni gedib sığallaya bilərsən, yem verə bilərsən. Tam yaxınlaşa bilirsən, amma məncə nə bilim, bahadır, normaldan bahadır. Birazdan keçib görəcəm, görüm həyatımın ən boş 40 manatını vermişəm, yoxsa yox. Məncə də bahadır, standartlardan bahadır. Sadəcə 2 nəfər olanda ekstra biraz daha baha başa gəlir. Əgər biraz belə deyim də, yəni çox adamla gəlmə ehtimalınız varsa, elə daha yaxşı olur. Ən azından qiyməti 25 manata qədər sala bilirsən, çoxluq olanda. Nəhayət ki, fermaya giriş elədik. İçəri girən kimi belə yemlər verdilər bizə. Alpakaların yeməkləri. Mənim də dietik yeməklərim demək olar ki, belədir. Salat, hər gün ot yeyirəm. Tüpür beləmi ki bunlar? Bunlar lama sayılmır. Lama, hadi. Ay yavaş. Hə. Lamalar tüpürür ona görə. Bunlarda yoxdur elə bir şey. Hə? Bunun tüpürür deyirsən. Uzya? Ulya? Ulya? Ulya. Hə, siz qoyursunuz. Ulya neçə yaşın var? Az yaşı. Normalda nə qədər yaşayırlar? 20-25 il yaşayırlar. Sən böyüklərinin 11 yaşı, 13 yaşı var, 13 yaşı var. Onlarda sən böyüyün 11 yaşı var. Onlar gənc hesab olunur. Onların maksimum. Əvvəlcə paketi belə eləyirik ki, səsinə oyansınlar və bu şəkildə. Ay, çox şirindir. Ay Allah. Bayaq mən qorxutdum, elə. Elə bildi yəqin toxunursan. Ani hərəkət elədim, qaçdı. Şirin. Gün boyu yəqin ki, bunları hər girən yedizdirirlər, yəni doyma istəri yoxdur. Dayan, Dəniz, dayan. Adı Dəniz imiş. Mən Dəniz adını çox bəyənirəm. Dəniz. Ay, çox gəlir üstümə, qorxuram. Yorulmusan? Abunəçilərimizə nə demək istəyirsən? Takip atsınlar. Əlim çatmır, adam üçün başı düşmür. Özünə baxmaq istəyən də oynasın. Alpaka növü ilə tanış oluruq. Adı Qaqaşdır.
Azərbaycanda doğulub. Qardaş kameraya bax. Bu ən ağıllı alpakaymış burada. Olan. Abraham Lincoln. Adı Abrahamdır. İndiyə qədər heç tüpürməyib. Hamı ilə çox yaxşı yola gedir. Yaşı neçədir? 9 yaş. Əslində böyük sayılır da, yəni uşaq deyil. Alpakalarla bağlı nə düşünürsən? Alpakalar maraqlı heyvanlardır. Dəvələrin bir uzaq qohumu kimidir. Maraqlıdır, gəlməyə dəyər. Bir tık biraz bahadır girişi, amma bir dəfə gələcəyinizi düşünsəz, məncə gəlmək olar. Məncə də hələ ki, yəni Şamaxıya əgər yolunuz düşübsə, Mütləq bu alpaka firmaya ferması gəlib yəni. baş çəkməyiniz məsləhət görürəm. Çünki həqiqətən çox şirindilər. Bir də hamısına özünə ayrı-ayrı bir ad verməkləri çox maraqlı bir firma düzəldiblər burada, elə düşünürəm. Mənim çox xoşuma gəldi. Mən də gedə bilərsiniz. Şamaxıda görməli abidələrdən də biri Kələxana kəndindəki Kələxana abidələrdir. Sözün açıq heç bir məlumatım yoxdur bu haqqında. Üzdən oxuyub deyirəm sizə. Ya da elə özünüz oxuyun. 14-17-ci əsrlərdə abidə, Kələxana türbələri. Yəqin məbəd yeri falan olub da. Gəlin bunun içinə girək bir dənə baxaq. İt-mit olar içində birdən. Səncə? Qorxuram var girmə. Qoydan girim, ver kameranı görüm. İçərisi belədir. Üstü belədir, nəsə remont gedir. İçinə elə baxmalar deyəsən. Restorasyon işləri gedir. O birlər də orada da var. Dənəsi. Bir də aşağıda var. O tərəflərdə var. Lak bilmirəm bu abidələr. Bilən varsa kommentə yazsın. Hansı 17-ci əsrdən hansı dövlət olub Azərbaycanda onlar tikib yəqin. Sözün tarixlə elə aram yoxdur. Burada da bir restorasyon işindədir. Uşaqlar, bir videonun da sonuna gəldik. Videonu türbələrdə bitiririk. Şamaxı haqqında nə düşünürsən? Mən Şamaxını çox bəyəndim. Yəni mütləq bir dəfə həftə sonu bazar günü bura gəlməyinizi sizə tövsiyə edirəm. Bəli, məncə də bir gününüzü ayırıb, yəni videolarda əsas yerləri sizə göstərdik. Gəlib bir gününüzü həftə sonunu burada keçirə bilərsiniz. Dincələ bilərsiniz. Növbəti videolarda görüşməyədək like və abunə olmağı unutmayın. Hələlik.